Salam əziz 9-cular. Bugünkü hədəf sınağının izahını verəcəm və 9-cu sinifin təbii ki. Deməli, uyğunsuzluğu müəyyən edin. Qrammatika ilə başlayırıq uşaqlar izaha. 27-ci sual deyir ki, isə fəqət qarşılaşdırma bağlayıcılardır. Bəli, düzdür, amma ancaq lakin isə fəqət halbuki qarşılaşdırma bağlayıcılardır. Əgər indiki bir haldakı madam ki şərt bağlayıcılardır, B düzgündür. Nəinki hətta iştirak bağlayıcılardır, düzgündür. Ha belə bir haldakı güzəşt bağlayıcılardır, ha belə iştirakdır. Bir haldakı şərt ona görə D səhvdir. Yəni qarşısına səhv verilib. D variantı. Nədə inkar bağlayıcıdır, bu da düzgündür. Göy üzündəki parlaq ulduzlar gecənin qaranlığını işıqlandırırdı. Nümunəyə sən doğru fikirləri müəyyən edin. Kökü və yarandığın nitq hissəsi eyni olan bir düzəltmə feil var. Düzəltmə feilimiz uşaqlar işıqlandırmaqdır. Sözün kökü işıqdır. Sözü işıqlanmaq, sonra da işıqlandırmaqdır. Ir və D qrammatikdir. Kökü və yarandığı nitq hissəsi fərqlidir. Kökü isimdir, yarandığı nitq hissəsi feildir. Adlı halda olan isim cəm şəkilçisi qəbul edib. Ulduzlar sözü 2 düzgündür. Yansan sual cəfərin 2 sifət işlənib. Xeyr. Bir sifət işlənib. Bu da üzündəki sözüdür. Bu səhvdir. Nümunədə ilk ismin amonimliyi var. Bəli, göy sözünün amonimliyi var. 4 düzgündür. Nümunədə zərf işlənsə say işlənməyib. Nümunədə zərf yoxdur, yanlışdır. 2, 4, B variantı oldu uşaqlar. Sözlərdən birində ancaq qrammatik şəkilçi var. Ev sözün kökü, siz leksiklər qrammatik. Sözün kökü düz, ül leksik, müş və dür qrammatik. Sözün kökü az, al, t leksik, d və q qrammatik. Sözün kökü güləş, çi leksik, miz qrammatik. Sözün kökü qarış, mış və dır qrammatik. E variantı oldu. Hansı cümlədə la qoşmadır? Qatar stansiyadan sürətlə uzaqlaşdı. Necə uzaqlaşıb? Sürətlə uzaqlaşıb. A-da leksik şəkilçidir. Birdən-birə güclü yağış yağmağa başladı. Burada heç la yoxdur ki. Uşaq yeni aldığı kitabı maraqlı oxuyurdu. Necə oxuyurdu? Maraqlı oxuyurdu. Burada leksik şəkilçidir. Nənə ilə nəvə parkda əllə tutub yavaş-yavaş gəzirdilər. Burada və ilə əvəz edə bilirəm. Nənə və nəvə əllə gəzişirdi. Burada bağlayıcıdır. Babam həmişə gəzintiyə gümüş başlıqlı əsa ilə çıxırdı. E variantı olacaq. Orada qoşmadır. Vasitə bildirir. Biri azaltma dərəcəsində olan sifətdir. Açıq sözündən sonra rəng gəlir və o defisinə yazılır. Azaltma olduğu zaman burada isim gəlib olmaz. Açıq aşkarda görürsünüz, aşkar rəng bildirən söz deyil. Ona görə azaltma dərəcəsi də olmaz. Körpəcədə C hər zaman çoxaltmanı yaradır. Ona görə C olmaz. Alaçı D variantı. Ağbəniz də adi dərəcədədir uşaqlar. 32-ci sual. Cümlələrin birində əvəzlik işlənməyib. Bəzi hallarda sükut ən yaxşı cavabdır. Bəzi burada əvəzlikdir. A-nı atırıq. Sonra qatar çıxmasına neçə dəqiqə qaldı, neçə sual əvəzli idi, B-ni atırıq. Şagirdlərdən biri kitabını evdə unutmuşdu. C variantı 1 burada saydı. Bu iş, bu əvəzlikdir, həmin hadisə əvəzlikdir. Hansı cümlədə zərf işlənməyib deyir. Biz dünən bu məsələni müzakirə etdik. Dünən zaman zərfidir. Azərbaycan dilində çox səlis danışır. Səlis tərz hərəkət zərfidir. O uşaq təmiz havada gəzdikdən sonra doyunca su içdi. Təmiz sözü burada sifətdir. Gəzmək feili bağlamadır, doyunca feili bağlamadır, sonra da qoşmadır. C variantı. O imtahana hazırlaşmaq üçün xeyli çalışdı. Xeyli kəmiyyət zərfidir. Maşınlar magistral yolda yan-yana hərəkət edirdi. Yan-yana tərz hərəkət zərfidir. Həm hal, həm də mənsubiyyət şəkilçisi qəbul etmiş məsdər hansı cümlədədir? Baxırıq, A variantında heç məsdər yoxdur. B variantında yazmaq məsdərdir, sadəcə təsirli idi, mənsubiyyət yoxdur. Hər gün işdən çıxanda parkda gəzməyi xoşlayırdı, təsirlikdir, başqa yoxdur. Müdirin deməyindən sözün kökü D, mək məsdər, I mənsubiyyət, dəndə çıxışlı kal. D variantı. Mənim şeir yazmaq istedadım var, burada da heç şəkilçi yoxdur. Məktəblər yalnız gələcək haqqında düşünürdülər. Nümunədə hansı köməkçi nitq hissələri işlənib? Yalnız ədatdır, haqqında qoşmadır. Ədat qoşma, B variantı. Bir orfoqrafik baxımından səhvdir. Deməli, uşaqlar, burada olacaq, bax, təhrif, büllur, ciddiyyət, icraat, illüziya. İllüziya yox, uşaqlar, illüziya. Ü nöqtələr yoxdur. E variantı. Sonra keçdik mətnə uşaqlar. Mavi suların ortasında kiçik krallıq mətnidir.
Mətni belə ortada saxlayıram. Siz oxuyun. Biz də bu sırada sualları cavablandıraq. Siz ekran saxlayıb oxuyun. Birinci sualda deyir ki, mətndə hansı suallara cavab tapmaq mümkün deyil? Adadan niyə mağaza yoxdur? Yəni adada mağaza yoxdur, amma niyə yoxdur biz bilmirik də. Gəmi ilə qarşılayırlar. Gənclər adanı niyə tərk etdi? Çünki iş tapmaq istəyirdilər. O burada var. Deyir, gənclər iş tapmaq üçün şəhərlərə köçdü. Pişiklər adaya necə gəlib çıxdılar? Onu da insanlar gətirirdi. Burada gəmiricilər ziyan vurur. Deməli, baxın, deyir ki, adaya bir neçə pişik gətirdilər. Pişik gətiriblər də, yəni elə çoxalıb. Sonra adada neçə növ pişik var. Barədə bir şey yoxdur. Bərə səfərlər saat neçədə başlayır? Bərə ilə gəlib gedirlər, amma saat neçədə başlaması yoxdur uşaqlar. 1, 4, 5 C variantı oldu. C. Sonra 38-ci sual. Mətndə tündqara hərflərlə verilmiş ifadələrin qarşılığı hansı cümlədə işlənmişdir? Kəndin yolu qar uzbatından bağlandığı üçün rayonla əlaqəsi kəsildi. Deyir ki, bir dəqiqə baxaq. İfadənin qarşılığı. Deyir ki, hava şəraiti pisləşəndə isə ada dünyadan tamamilə təcrid olunur. Təcrid olunur. Görək nə olar? Təcrid olunmaq əlaqənin kəsilməsidir də elə. A variantı. Sonra can qoymaq olmaz. Yeni layihənin təqdimatı diqqət çəkmək olmaz. Bu birlərdə olmaz. Elə variant A variantı olacaq uşaqlar. Sonra 9-cu sual. Mətndə nöqtələrin yerinə hansı ifadə artırılsa əvvəlki abzasla əlaqə yaranar? Hansı ifadə artırılsa nöqtələrin yerinə? Deməli, sakinlərin bütün ehtiyaclarını həftədə bir neçə dəfə gələn gəmi vasitəsilə qarşılayırlar. Baxaq da başdan əvvələ. Deyir, cəmi 1,5 kilometr uzunluğu olan bu adada hazırda 10-15 nəfər yaşlı insan ömür sürür. Lakin adanın əsas sahibləri sayıları 200 keçən pişiklərdir. Burada isə avtomobil hissəsi işlərsiniz, nə də böyük ticarət mərkəzləri görərsiniz. Adanın daxilində mehmanxana, restoran və hətta mağaza belə yoxdur. Yəni adan sakit olmasın deyir. Sonra deyir ki, burada həyat hər zaman belə sakit olmayıb. Yəni lakin artıraq da bura. Lakin o da B variantı olsun uşaqlar. Belə uşaqlar, kanala abunə olub bəyənməyi də unutmayın lütfən. Keçirik 40-cı suala. Mətndən sizdən Ayşim adası ilə bağlı hansı fikri doğru hesab etmək olmaz? Turistlər üçün lüks otellər fəaliyyət göstərir. Burada deyir, axı otel yoxdur, baxın, mağaza filan yoxdur deyir. Mehmanxana da yoxdur. Ona görə elə A variantı olacaq variantımız. Adada nəqliyyat vasitəsi yox dərəcəsindədir. Pişiklər adaya müəyyən məqsəd üçün gətirilib, bəli gəmiciləri yox eləmək üçün və s. Deməli, elə variant alacaq, digərlərinə daha baxmadım. Sadədir elə. 41-ci sual. Mətndə üzərində rəqəm yazılmış hansı sözlərin mənası kontekstə görə doğru işlənmişdir? Doğru göstərilmişdir deyir uşaqlar. Baxaq görək hansı doğru göstərilib. Deməli, üzərində rəqəm yazılmış sözlər. Bir dənə mən tez təmizləyim buranı. Rəqəm yazılmış sözləri görək. 1. Adanın əsl hakimi. Bax, ikinci söz budur. Hakim. Birinci sözümüz hardasan? Pişiklərin mülkü var. Üçüncü sözdür bu. Bir dəqiqə. Bir də ki, adanın daxilində. Daxil hakim mülk. Nə istəyir bizdən? Daxil hakim mülk. İdarə edən, hökmranlıq edən 2 düzdür. Düzdür mən uşaqlar. Sonra xarici ayrı bir şeyin bayır tərəfində olan nə idi? Daxil mülk. Bir olmaz. Daxili. Birinə məxsus olan mülkün izahıdır. Dövlət və rəhbərlik tərəfindən təsdiqlənməyən 2, 3. Variant. Sonra deməli 43 mətndə sizə verilmiş səbəbin nəticələrindən biri yanlışdır. Ayşim adasına balıqçı qayğılarına ziyan verən gəmiricilərin həddindən çox artmışdı. Nəticə olaraq problemi həll etmək üçün pişik gətirirlər. Düzdürmü? A variantı düzgündür. Sonra pişiklər qısa zamanda çoxalıb adanın əsl sahibinə çevirirlər. Bəli. Adada pişiklərin sayı insanların sayını üstələyir. Həqiqətən də üstələyir də.
Amma mən 42-ci sualda ötürdüm bu arada. Doğrudan da üstələyir. Yerli əhali gəmiricilərlə mübarizə aparmaq üçün adanı kütləvi şəkildə tərk edir. Mübarizə aparmaq üçün tərk etmir uşaqlar. Bu yanlışdır. D variantı olacaq. Keçdiyi ada zamanlı pişiklər adası kimi tanınır. Bu da düzgündür. 42 sayı miqdarı artırmaq, artmaq, çox olmaq ifadələri mətndə əvvəlində rəqəm yazılmış hansı cümlədəki ifadənin şərhidir? Sayı miqdarı artırmaq. Nəyi şərh edir deyir. Baxaq. Əvvəlində rəqəm yazılmış. Deməli, əvvəlində rəqəm yazılmış hansı cümlədəki ifadənin şərh edir? Birinci cümləmiz 1945-ci ildə 9-dan çox insan yaşayırdı. Bir bu. Gəncə iş tapmaq üçün şəhərlərə köçdükcə əhali azaldı. 2000-ci illərdə pişiklərin sayı insanları üstələdi. Sosial şəbəkələrdə paylaşılan fotolar adanı məşhurlaşdırdı. Üstələmək sözü var uşaqlar. Sayı miqdarı çox olmaq. Üstələmək neçənci cümlə idi? Diqqət etmədim. Üçüncü cümlə imiş. Ona görə də variant C variantı olacaq. Əziz 9-cular. Keçdim açıq 44-cü sualımız qalmış. Hansı cümlələrlə mətnin giriş hissəsini genişləndirmək olar? Bu ada ilk baxışdan nağıllardakı sehrli məkanı xatırladır. Mətnin giriş hissəsini deyir, genişləndirin. Sonra yerli hökumət pişiklərin sayı nəzərdə saxlamaq üçün müəyyən proqramlar həyata keçirir. Sakit Okean mavi suları arasında gizlənən bu kiçik quru parçası. Sonra 1945-ci ildə adada yaşayan insanların əsas məşğuliyyəti gəmi qayırma idi deyir. Dünyanın müxtəlif yerlərində bənzər adalar olsa da Ayşin öz atmosferi ilə tamamilə fərqlənir. Görək nə yaza bilərik. Giriş hissəyə baxaq da dərhal. Təsəvvür edin ki, bir adada yaşarsınız və orada qonşularınızın sayı barmaqla sayılacaq qədər azdır. Lakin hər addımda qarşınıza yüzlərlə tüklü sakin çıxır. Yaponiyanın cənubunda yerləşən Kiçik Ayşin adası məhz belə bir yerdir. Bura müasir dünyada pişiklər adası kimi tanınır. Deməli bu ada ilk başda nağıllardakı sehrli məkanı xatırladır. Lakin hər addımda qarşınıza yüzlərlə tüklü sakin çıxır. Yəni bunu yaza bilərik. Genişləndirər də təsvir edir. Biri götürək. Sonra yerli hökumət pişiklərin sayı nəzərdə saxlamaq üçün müəyyən proqramlar həyata keçirir. Nəzərdə saxlamır axı çoxalıb. Ona görə 2 yanlışdır. 2-ləri atıram. Getdim. C olacaq da variantımız. Sakit Okean mavi sular arasında gizlənən bu kiçik quru parçası öz qeyri-adi ilə görənləri heyran edir. Hardasa olar bu da. Təsvir edir, məlumat verir. Dünyanın müxtəlif yerlərində bənzər adalar olsa da Ayşin öz atmosferi ilə tamamilə fərqlənir. 1945-ci ildə adada yaşayan insanların əsas məşğuliyyəti gəmi qayırma idi. Axı burada hələ onların məşğuliyyətindən danışmır. Düzdürmü? Buradan hələ danışacaq ki, onlar nə işlə balıqçılıq mərkəzi kimi tanınıb da gəmi qayırma yanlış olar ona görə. 1-3-5 C variantı. 45-ci sual. Ayşin adasında müasir infrastrukturlar inkişaf etməyib deyir uşaqlar. Nə yazmaq olar buna? Yaza bilərik ki, mehmanxana yoxdur. Var idi orada. Mehmanxana yoxdur. Restoran yoxdur. Bunları ayırıb da yaza bilərsiniz. Mehmanxana, restoran, mağaza bunlar yoxdur. Başqa nə yazmaq olar? Belə avtomobil də yoxdur yaza bilərsiniz. Ticarət mərkəzləri yoxdur yaza bilərsiniz. Avtomobil yoxdur, ticarət mərkəzləri yoxdur, mehmanxana yoxdur. Bunları yazmaq olar. 46-cı sual. Adanın sahildən çox uzaqda yerləşməsi. Sonra da deyir ki, İnsanların adada gecələməsi və yemək tapması qeyri-mümkündür. Adanın sahildən uzaqda yerləşməsi nədir? Gediş-gəlişi çətinləşdirir də, düzdürmü? Baxaq. Bir dəqiqə. Belə. Baxaq burada. Bax, buradadır uşaqlar. Deyir, adaya gediş-gəliş olduqca çətindir. Sahildən uzaqda yerləşdiyi üçün buraya yalnız gündə 2 dəfə işləyən bərə ilə çatmaq olur. Deməli, gediş-gəliş çətindir. Çətin. Bunu yazırsınız. İnsanların adada gecələməsi və yemək tapması qeyri-mümkündür. Mehmanxana, restoran, mağaza yoxdur. Bunu yazırsınız. Belə. Sonra uşaqlar keçdik növbəti mətnə. 3 qapı və gümüş açar mətni.
Deməli, ikinci mətnimiz üç qapı və gümüş açar mətnidir. Yenə belə saxlayırıq, uşaqlar mətni oxuyun. Sonra suallara baxaq və yenidən təkrarlayaq ki, kanala abunə olub bəyənməyi də unutmayın. Keçirik 47-ci suala. 47-ci sualda deyir ki, giriş əsas nəticə. Girişdə deyir, plan hesab oluna bilməz. Müdrik hökmdar, bəli, müdrik hökmdar var idi. Ədalətli tanınan Sultan Süleyman adında bir müdrik hökmdar. Sonra əsasda deyir, şəhzadənin sınağı, bəli, var. Layiqli varis də var. A düzgündür. Sultanın tərəddüdü. Giriş hissədə Sultanın bir dərdi vardı. Ondan sonra əmin deyildi. Bəli, tərəddüdü var. Üç qapı və üç dərs. Daxili fəthin önəmi. Düzgündür. Varis seçimi qayğısı. Qapıların açılması və dərslər. Şəhzadənin müdrik qərarı. Düzgündür. Adil padşah. Bəli, ədalətli. Gümüş açarın sirri. Şəhzadənin qələbəsi. Düzgündür. Sonra saray həyatı, orduların dünyanı fəthi, vəzirin hiləsi. Bu yanlışdır. Vəzirin hiləsindən söhbət getmir. Burada orduların dünyanı fəth etməsindən də söhbət getmir. E variantı. Hansı fikirlərlə cümləni tamamlamaq olmaz? Vəzir Aslanın və Sultanın qənaətinə görə gələcək hökmdar həm müdrik, həm cəsur olmalıdır. Bir düzgündür. Deməli, əsl güc orduların sayında və fiziki fətlərdədir. Bu yanlışdır. İnsan öz nəfsinə qalib gəlmədən başqalarını idarə edə bilməz. Bəli, bu düzgündür. Gümüş açar bütün problemləri həll edən sehrli bir vasitədir. Bu yanlışdır. Hökmdar olacaq şəxs əvvəlcə daxilini dəyişməyi bacarmalıdır. Bu da düzgündür. 2-4B variantı olacaq uşaqlar. Sonra 49-cu sual. Silogizmi tamamlayın. Yəni uşaqlar 1-2 hökm verir, nəticə olaraq biz çıxartmalıyıq. Yalnız özünü idarə edə bilən kəs xalqı idarə edə bilər. Şahzadə öz daxili aləmini fəth edərək özünü idarə etməyi öyrəndi. Deməli, yalnız özünü idarə edə bilən kəs xalqı idarə edə bilər. Şahzadə də özünü idarə etməyi öyrənir. O zaman şahzadə xalqı idarə edə bilər. Dünyanı fəth edər, yanlışdır. Şahzadə taxtacı layiq olan həqiqi hökmdardır. B düzgün olar. Vəzirin əlaqəsi yoxdur. Sultan Süleyman yox. Xalq yeni qanunlara tabi olmaq istəmir. Olmaz. B variantı. 50-ci sual uşaqlar deyir ki, mətnin məzmununa uyğun gələn adlar sözü müəyyən edin. Ölçü götürməmiş bitmə. Güc birlikdədir. Özünə şah olmayan özgəsinə sultan olmaz. C variantı. Oğlan yəni özünə hakim olur. Ondan sonra artıq düşünürlər ki, bu hökmdar ola bilər. C variantı olacaq uşaqlar. Sonra 51 mətnə əsasən yanlış fikri müəyyən edin deyir. Sultan Süleyman əsas qayğısı gələcək varisin həm cəsarətli, həm də müdrik olması idi. Düzdür. Vəzir şahzadəni dərhal taxta çıxarmaq üçün ona 3 fərqli gümüş açar təqdim etdim. Dərhal çıxartmaq istəmir. Daxil uşaqlar onu sınaqdan keçirmək istəyirdi. Görüşündən həm də nə qədər vaxt keçir? B variantı. Şahzadənin sınaq müddəti 1 ildən çox çəkdi və hər mərhələdə fərqli bir dərs aldı. Hekayənin sonunda şahzadə anlar ki, başqalarını idarə etməsindən əvvəl özünə qalib gəlməlisən. Düzdür. Birinci və ikinci qapıların arxasındakı yazılar şahzadənin hələ tam olaraq müdrikliyə çatmadığını göstərdi. Sonra 52-ci sual. Deməli, mətndə altından xətt çəkilmiş söz hansı cümlədə mətndəki mənasında işlənmişdir deyir. Altından xətt çəkilmiş hansı söz? Yolun yarısındasan. Bu birinci sözümüzdür. Yolun yarısındasan. Nə deyir burada? Deyir ki, mətn altında xətt çəkilmiş söz hansı cümlədə? Hansı cümlədə mətndəki mənasında işlənmişdir uşaqlar? Deməli, kənd sovetinin qərarı bağların arasında yol. Bu məcazi mənada deyil. A variantı səhvdir. Yəni mətndə məcazi mənadadır. C-də də məcazi deyil. D-də də, E-də də variantımız ona görə B olur. B-də ilə mətndəki mənadadır. 53. Hadisələrin xronoloji ardıcıllığını müəyyən edən, şahzadənin dünyanı ordularla fəth etmək istəyini bildirməsi, Sultan Süleymanın vəzirə imtahana hazırlaşmağı tapşırması, şahzadənin özünün dəhşətini oxuyub dərindən düşünməsi, vəzirin şahzadəyə 3 qapıdan birini açan gümüş açar verməsi, şahzadənin taxtın həqiqi sahibi elan edilməsi. 5 ən sonda olur və elə hamısı 5 ilə bitir. Başlayaq da görək ardıcıllıq necədir ay uşaqlar. Birinci, əlbəttə ki, imtahana hazırlıq məsələsindən başlayacaq. 2. Digərlərinə artıq mətninə qayıtmalıyıq. Vəzirin, deməli, baxın. Birinci burada hazırlıq, imtahan hazırla deyir. Sonra 3 ağır qapı var idi. Vəzir şahzadə gümüş bir açar uzatdı. Baxaq görək burada nə deyir. Deyir ki,
Sonra Gümüşaçar verməsi 2-4, 2-4, 2-4. Bunlar getdi. 2-4-lərə baxacağıq. A və E variantına. Sonra Şahzadənin özünün də əşyasını ən sonda oxuyurdu zaten. 3-cü qapıda 2-4, 1, 3, 5 ardıcıllıq elə A variantı olacaq uşaqlar. 54. Mətnin əvvəlində rəqəm yazılmış hansı cümlələrdə bütün sözlər həqiqi mənada yazılmışdır? Hansı cümlələrdə bütün sözlər həqiqi mənada yazılıb? Baxaq. Qədim zamanlarda uca dağların ətəyində, dağların ətəyi məcazidir. Atırıq. Bir gün Sultan vəziri yanına çağırıb dedi. Həqiqidir, 2-ni götürürük. Taxtı yalnız düzgün qərar verənə, qərar vermək məcazidir. Atırıq. İçəridə divarda qara rəngli hərflərlə yazılmışdı. Hamısı həqiqidir, götürürük. 2-4. Atacan, mən anladım ki, dünyanı dəyişmək üçün əvvəlcə insanları anlamaq lazımdır. İnsanları anlamaq üçün isə əvvəlcə öz nəfsinə qalib gəlmək məcazidir. Dünyanı dəyişməkdə məcazi idi. 5-də getdim. 2-4. 2-4 uşaqlar. E variantı. Sonra keçdik Vəzir Aslanın xüsusiyyətləri ilə bağlı nələrsəm. Deməli, Vəzir Aslan müdrikdir. Düzdürmü? Müdrikdir. Başqa nə yazmaq olar Vəzir Aslanla bağlı? Deməli, müdrikdir. Müdrik. Sonra məsələn orada bir il filan gözləyirlər. Baxana görə səbirli yazmaq olar. Müdrikdir. Səbirlidir. Sonra uzaq görəndir. Uzaq görəndir. Yazmaq olar uşaqlar. Müdrik, səbirli, uzaq görən yaza bilərik. Sonra 56. Sultan varisin həm cəsur, həm də müdrik olduğuna əmin olmaq istəyirdi. Ona görə də neydir? Sınaq hazırlamasını istəyir də vəzirdən. Vəzirdən sınaq hazırlamasını istəyir. Bunu yazacaqsınız. Sonra vəzir şahzadənin hələ tam hazır olmadığını anlayır. Deməli, çünki hələ tam hazır olmadığını anlayır. Baba burada idi. Qışqırdı, bəli, mən ordular quluru filan vəzir başına buladı. Hələ vaxtım var şahzadəm. Deməli, dünyanı, özünü dəyişmək barədə düşünmürdü də hələ. Özünü dəyişmək barədə düşünmürdü. Və yaxud yaza bilərsiniz, dünyanı fəth etmək, insanları dəyişməyi düşünür. Belə yazmaq olar. Şahzadə daxili fəthin hər şeydən önəmli olduğunu dərk etdi. Çünki orada özünü dəyiş yazısını gördü. Baxın, bax buralarda bir yerdə idi. İndi onu taparıq. Özünü dəyiş. Bunu gördüm. 3-cü qapını açdı, özünü dəyiş yazısını gördü və s. Bunlar yaza bilərsiniz. Bunu gördüm. Belə. Uşaqlar, mətnlərlə də bağlı bu qədər. Yenə də xatırladım ki, açıq suallarla bağlı fərqli variantları yazıbsınızsa yorumlarda yaza bilərsiniz. Bir də ki, kanala abunə olub bəyənməyi unutmayın. Sağ olun, hələlik.